Vətən müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşən qəhrəmanlarımızdan biri də Ağstafanın Soyuqbulaq qəsəbəsindən Akif Bəşirovdur. Onun xatirəsi daim yaddaşlardadır. Şəhidin qəhrəmanlıq yoluna birgə nəzər salaq. Onun taleyində 8 rəqəmi simvolik məna daşıyırdı. 1988-ci ilin 8 noyabrında doğulan Akif Bəşirov üçün bu tarix sonradan Azərbaycanın zəfər günü ilə əlamətdar oldu. Vətən müharibəsinin ilk günlərində könüllü olaraq cəbhəyə yollandı. Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıqla döyüşdü. Mənim balam, bütün bizim bu şəhidlər balalarımız kimi cəsur oldular, bir-birinə dayaq oldular, bir-birinə arxa oldular, torpağımıza görə vuruşdular. Şükür o da alındı bu balalarda. Bu balalar belə bu torpağı çox sevirlər ki, bu balalar bu torpaqdan ötəri canlarından keçibdi. Akif çox ağıllı, təvazökar, sakit, böyük ürəkli bir oğlan idi. Müharibə başlayan kimi Akifin sinəsində ürəyi coşdu. O, mübarizə aparmaq üçün, düşməni məhv etmək üçün müharibə meydanlarına yollandı və şəhidlik zirvəsinə ucaldı. Akif Bəşirov 8 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Ölümündən sonra vətən uğrunda Suqovuşanın azad olunmasına görə cəsur döyüşçü medalları və 2026-cı il 25 iyulda 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. O uşaqlıqdan vətənpərvər böyümüşdü. Akif çox vətənpərvər oğlu idi. Həmişə özünü vətən uğrunda hazır hiss eləmişdi. Və şəhidlik rütbəsinə də bu səbəbdən ucaldı. Vətənin qəhrəman oğullarından da biri mənim oğlum Akif oldu. Vətən müharibəsində öz şücaəti ilə seçilən Akif Bəşirov qəhrəmanlığı ilə də doğulub boya başa çatdığı Ağstafanın Soyuqbulaq qəsəbəsinin qüruruna çevrildi. Alməmməd Nəbiyev, Elmar Qasımov, Lalə Allahverdiyeva, ASTV xəbər.